İşləyən pensionerlərə ödənişlər azaldılacaq. Şok xəbər. Təqaüdçülərin cibinə əl uzadırlar. Əziz nənələr, əziz babalar, hörmətli ağsaqqallarımız, ağbüçəklərimiz. Mən sizin hüquqlarınızı qoruyan bir hüquqşünasam və bu gün sizinlə bir çoxlarımızın qəlbini parçalayan, ağlımızı başımızdan alan bir xəbər haqqında danışmaq istəyirəm. Xəbər sadəcə hüquqi məsələ deyil. Bu insanlığa, yaşlılarımıza olan münasibətin, ədalətin harada qaldığının bariz nümunəsidir. Hər birimizin anası, atası, babası, nənəsi var. Hər birimiz yaşlılarımızın rahatlığını, əmin-amanlığını istəyirik. Lakin təəssüf ki, bəzi qərarlar elə qəbul edilir ki, sanki yaşlılarımızın çəkdiyi zəhmət, yaşadıkları illər heç bir dəyər daşımır. Dövlət Sosial Müdafiə Fondu DSMF ilə bağlı yeni bir təklif gündəmdədir. Qapalı kabinetlərdə bizim qulağımızdan uzaq müzakirə olunur. Bu təklifə görə siz, əziz təqaüdçülər, əgər təqaüdünüzə əlavə olaraq gecə növbəsində mühafizəçi işləyirsinizsə, yaxud səhərlər təmizləyici kimi əmək fəaliyyəti göstərirsinizsə, yəni ömrünüzün bu çağında belə əliniz ətəyinizdən düşmürsə, xoşbəxtlik məktubu gözləyin. Bəli, düz eşitdiniz, xoşbəxtlik məktubu. Amma bu adından fərqli olaraq heç də xoşbəxtlik gətirməyəcək. Yeni qaydalara görə işləyən təqaüdçülərin pensiyasının baza hissəsi 30%-dək geriyə doğru kəsilə bilər. Hətta qeyri-rəsmi işlədiyiniz hər ay üçün 300 manata dək cərimə tətbiq oluna bilər. Və bu azınış kimi müfəttişlər bütün müəssisələrdə işçilərin siyahılarını yoxlamağa başlayacaqlar. Təsəvvür edin, illər boyu bu dövlətə, bu millətə xidmət edib, gecəli-gündüzlü əmək sərf etmiş, müharibələr, çətinliklər görmüş, ailəsini böyütmüş bir insan, ömrünün qürub çağında da uşaqlarına yük olmamaq, nəvələrinə balaca bir sovqat almaq, dərman pulunu çıxarmaq üçün zəhmət çəkir. Bütün ömrünü ölkəsinə, ailəsinə, cəmiyyətinə xidmətə həsr etmiş, əlini ağdan qaraya vurmuş, hər daşın altında adı yazılmış bir insanın bu yaşda da gecə növbəsində mühafizəsi işləməyə, səhərlər küçə süpürməyə məcbur qalması onsuz da qəlbimizi parçalayır. Bəs indi bu ağır zəhmətin müqabilində sizə xoşbəxtlik məktubu gələcək deyəndə nə hiss edirsiniz? Bu sadəcə təqaüd kəsmək deyil. Bu sizin illərlə çəkdiyiniz zəhmətə, tərə tökdüyünüz alın tərinə hörmətsizlikdir. Kim öz əməyi ilə qazanılmış bir qəpiyin əlindən alınmasına razı olar? Neçə yaşınız var və neçə il iş stajınız var ki, hələ də gecə-gündüz çörək pul qazanırsınız? Zəhmət olmasa aşağıda rəylərdə yazın. Biz bilək, bu ölkənin qürur dolu, zəhmətkeş qocaları nə qədərdir? Bu səbəbdən əziz dostlar, bu kanala abunə olun ki, belə vacib xəbərlərdən, haqqınızın qorunması yollarından xəbərsiz qalmayasınız. Hər bir yenilikdən, hər bir hüquqi dəyişiklikdən ilk siz xəbərdar olun. Çünki bu məsələlər sizin hər birinizin həyatına birbaşa təsir edə bilər. Bir zamanlar, yəni bundan 10-20 il əvvəl, təqaüdçülərin işləməsi daha çox fəxarət hissi ilə qarşılanardı. Ağsaqqallarımız, ağbircəklərimiz deyərdilər ki, oturmaq mənə yaraşmaz, əmək mənə öyrədilən ən gözəl həyat dərsi olub. İnsanlar təqaüdə çıxsa da, öz bilik və təcrübələrini gənclərlə bölüşmək, ailələrinə, qohum-əqrabalarına dəstək olmaq üçün kiçik işlərdə çalışırdılar. DSMF-nin qaydaları o qədər sərt deyildi və dövlət sanki yaşlı nəslin fəaliyyətini, onların cəmiyyətə verdiyi töhfəni daha çox dəyərləndirirdi. Kənd yerlərində yaşayan nənələrimiz, babalarımız həyət bacada, torpaq sahəsində çalışaraq öz dolanışıqlarını təmin edir, övladlarının Bakıda, Rusiyada, Türkiyədə çəkdiyi əziyyətin az da olsa yükünü yüngülləşdirirdilər. O zamanlar bu cür əmək heç bir kəsilməyə, cəriməyə səbəb olmazdı. Əksinə, cəmiyyət bu insanlara hörmətlə yanaşar, onları nümunə göstərərdi. Belə insanlar həm fiziki, həm də mənəvi cəhətdən daha sağlam olurdular. Özlərini cəmiyyətin faydalı üzvü hiss edirdilər. Nənə deyərdi ki, mən işləməsəm, dinc dura bilmərəm, əlim ətəyimdən düşər. Baba deyərdi ki, bu əllər hələ də iş tutmağa qadirdir. Bələdiyyə, icra hakimiyyəti, DSMF, bu qurumlar sanki daha çox vətəndaşın xeyrinə işləyən strukturlar kimi qəbul olunurdu. Onlar sadə vətəndaşın yükünü yüngülləşdirmək, problemlərini həll etmək üçün mövcud idilər. Bəs indi bu dövlət təşkilatları sanki yaşlılarımızın əlindən son qəpiyini də almaq üçün yeni yollar axtarırlar. Bu təklif sadəcə hüquqi bir sənəd deyil. Bu sizin illərlə çəkdiyiniz əziyyətin, tökdüyünüz alın tərinə bir qiymət biçmək cəhdidir. Sual yaranır. Bu qərar kimə lazımdır? Bəlkə də gənc nəslin işləməyən təqaüdçülərə qarşı qısqanclığıdır. Xeyr, bu sadəcə rəsmi kabinetlərdə oturmuş bəzi məmurların kağız üzərindəki riyaziyyatı ilə bağlıdır.
Onlar sadəcə rəqəmləri görür, amma o rəqəmlərin arxasında dayanan insan talelərini, qırılan ümidləri, yaşlı gözləri görmürlər. Onlar görmürlər ki, nənə Ayşə Salyan rayonun bir ucqar kəndində övladları Rusiyada işlədiyi üçün tək yaşayır və yeganə gəlir mənbəyi təqaüdü və həyətində əkdiyi pomidoru, xiyarı satmaqdır. Ayşə nənə hər gün səhər tezdən durub bazara gedir. Soyuqda, isti havada dayanır ki, biraz pul qazansın, övladlarına yük olmasın, dərmanlarını alsın. Yaxud Gəncənin yaşlı müəllimi, Baba Əhməd, ömrünün 40 ilini məktəbdə uşaqlara elm öyrədib. İndi təqaüdü ilə nəvələrinin dərs vəsaitini almaqda çətinlik çəkdiyi üçün bir vaxtlar dərs dediyi məktəbdə gecə mühafizəçisi işləyir. Onun təqaüdü sadəcə quru çörəyə satır. Bəs dərmanlar, kommunal xərclər, nəvələrin cib xərcliyi. Dövlət bu insanların bu yaşda niyə işləməyə məcbur olduğunu soruşmur. Sadəcə cəzalandırmaq istəyir. Bəs kimlər bu risk zonasındadır? Əlbəttə ki, əsasən qeyri-rəsmi işləyən təqaüdçülər. Yəni gecə növbəsində mühafizəçi işləyən, süpürgəçi kimi çalışan, bazarda kiçik ticarətlə məşğul olan, taksi sürən, evlərdə təmizlik işləri görən, uşaqlara baxan, yaxud kənd təsərrüfatında ailəsinə kömək edən ağsaqqallarımız, ağbircəklərimiz. Onların rəsmi gəliri ya yoxdur, ya da çox azdır. Onların əmək müqaviləsi bəzən olmur, bəzən də yalnız minimal əmək haqqı göstərilir. Dövlət sanki bu insanların onsuz da çətin olan vəziyyətini daha da pisləşdirmək niyyətindədir. Bu insanlar, yəni ölkəmizin təməlini qoymuş, bu günlərə gətirib çıxarmış insanlar 2 qat çətinliklə üzləşəcəklər. Həm fiziki olaraq bu yaşda zəhmət çəkməyə məcburdurlar, həm də indi dövlət onlara qarşı cəza siyasəti yürüdür. Bəs bu təklifdə kimlərə güzəştlər yaxud artımlar nəzərdə tutulur? Təəssüf ki, yeni təkliflərdə işləyən təqaüdçülərin vəziyyətini yaxşılaşdıracaq hər hansı bir bənddən bəhs edilmir. Bəzən minimum təqaüdün artırılması haqqında danışılır. Lakin bu artımlar mövcud inflyasiyanın fonunda heç bir əhəmiyyət kəsb etmir və insanların həyat səviyyəsinə müsbət təsir göstərmir. Gəlin bir anlıq düşünək. İnsan ömrünün ən gözəl illərini, gəncliyini, enerjisini bu dövlətə, bu cəmiyyətə əsr edir. Onu tərbiyə edən, ona bilik verən, onu ayağa qaldıran əllər illər keçdikcə zəifləyir, gücdən düşür. Amma ürək hələ də döyünür. Ruh hələ də yaşamaq, faydalı olmaq istəyir. Niyə dövlət bu insanlara əl uzatmaq əvəzinə onların son qazancını da kəsməyə çalışır? Məyər ağsaqqallarımız, ağbilçəklərimiz bu dövlətin yüküdürmü? Xeyr. Onlar bizim qürurumuz, tariximiz, müdrikliyimizdir. Onların hər birinin danışılacaq bir dastanı, yazılacaq bir ömür hekayəsi var. Bakının mərkəzində yaşayan Mədinə nənəmi düşünün. Təqaüdü nə kommunal xərclərinə, nə də dərmanlarına çatır. Oğlu bir müddətdir işsizdir, qızı xaricdədir, ancaq arada bir pul göndərə bilir. Mədinə nənə məcbur qalıb tanıdığı bir ailənin evində həftədə 3 dəfə təmizlik işləri görür. Nə rəsmi müqavilə, nə sosial sığorta, sadəcə gününü dolandırmaq üçün əmək. İndi bu zəhmətimin də cəzasını çəkməlidirmi? Yaxud kənd yerlərində əkin-biçinlə məşğul olan Xalid baba. Təqaüdü ilə 10 nəfərlik ailəsini dolandıra bilməyən, hələ də fermanın bir küncündə malqara saxlayıb süd satmaqla ailəsinə dəstək olan Xalid baba. Onun övladları da, nəvələri də iş dalınca şəhərlərə, yaxud Rusiyaya üz tutublar. Kənddə qalan tək-tük qozadan biridir. Bələdiyyə, icra hakimiyyəti, DSMF, bu qurumlar sanki sadə insanların problemlərini görməzlikdən gəlir. Yaxud daha doğrusu onları görməmək istəyir. Siz də belə çətinliklərlə özləşmisinizmi? Qonşunuzun, qohumunuzun başına belə bir hal gəlibmi? Öz hekayənizi yazmaqdan çəkinməyin. Bəlkə sizin hekayəniz kiminsə haqqını qorumağa kömək edəcək. Hər bir şərhiniz vacibdir. Bəs bu vəziyyətdən necə çıxmaq olar? Nə etməliyik ki, haqqımız tapdalanmasın? Birincisi, əziz təqaüdçülər, əgər işləyirsinizsə və bu işiniz rəsmidirsə, əmək müqavilənizin, əmək kitabçanızın bütün sənədlərinin qaydasında olduğundan əmin olun. Əmək haqqınızın tam şəkildə rəsmiləşdirilməsinə çalışın. Əgər işə götürəniniz bunu etmirsə, hüquqşünasla məsləhətləşin. Çünki rəsmi məlumatlar sizin lehinə işləyə bilər. Əgər qeyri-rəsmi işləyirsinizsə, bu zaman riski başa düşün. Bu yeni qaydalar qəbul olunarsa, qeyri-rəsmi gəlirlərinizə görə həm təqaüdünüz kəsilə, həm də cərimə tətbiq oluna bilər. Mənim tövsiyəm odur ki, bu cür hallarda işə götürəninizi əmək müqaviləsi bağlamalara razı salın. Hətta minimal əmək haqqı ilə olsa belə, bu sizin üçün müəyyən bir hüquqi baza yaradacaq. İkincisi, əgər sizə xoşbəxtlik məktubu gələrsə, yəni təqaüdünüzün kəsilməsi barədə bildiriş alırsınızsa, dərhal hərəkətə keçin.
Bu bildirişi alan kimi Dövlət Sosial Müdafiə Fonduna yazılı müraciət edin. Öz etirazınızı bildirin, vəziyyətinizi izah edin. Müraciətinizə cavab gəlməzsə, yaxud cavab sizi qane etməzsə, o zaman məhkəməyə müraciət etməkdən çəkinməyin. Bilin ki, qanun sizin hüquqlarınızı qoruyur. Sadəcə bu hüquqları bilmək və onlardan istifadə etmək lazımdır. Bizim ölkəmizdə məhkəməyə getmək bəzən insanları qorxudur. Amma unutmayın ki, məhkəmə ədaləti tapmaq üçün sonuncu ümid yeridir. Əgər hüquqi yardım almaqda çətinlik çəkirsinizsə, övladlarınızdan, qohum-əqrəba çevrənizdəki hüquqşünaslardan kömək istəyin. Unutmayın ki, sizin hüquqlarınızı qoruyan çoxsaylı vətəndaş cəmiyyəti təşkilatları və peşəkar hüquqşünaslar var. Mən şəxsən özüm də belə məsələlərdə sizə dəstək olmağa hazıram. Üçüncüsü, icra hakimiyyəti orqanları və bələdiyyə ilə bağlı məsələlərdə, xüsusilə də kənd yerlərində yaşayanlar üçün hər hansı bir sənədə qol çəkməzdən əvvəl mütləq oxuyun və başa düşün. Sizə təzyiq edildiyini hiss edirsinizsə, yaxud haqsızlıqla üzləşirsinizsə, yenə də hüquqşünasla məsləhətləşin. Bizim ağsaqqallarımız, ağbirçəklərimiz sadəlövdür, yaxşılığa inanırlar. Amma bəzən bu inamdan sui-istifadə edənlər olur. Ona görə də diqqətli olun. Övladlarınız Bakıda ya da xaricdə olsa belə onlarla əlaqə saxlayın. Başınıza gələn hər şeyi onlara danışın. Onlar sizin hüquqlarınızı qorumaqda sizə dəstək olacaqlar. Dördüncüsü, ən əsası susmayın. Haqsızlığa qarşı susmaq, ona razı olmaq deməkdir. Öz sözünüzü deyin, rəylərdə yazın, başınıza gələnləri danışın. Birləşərək haqqımızı tələb edə bilərik. Unutmayın, güc birlikdədir. Yüz minlərlə təqaüdçünün səsi bir yerdə, qəbul olunan hər hansı bir haqsız qərarı geri döndərməyə qadirdir. Bəs siz, illərini bu dövlətə xidmət etmiş, əməyi ilə bu ölkəni qurmuş əziz təqaüdçülərimiz, indi sizə gələcək xoşbəxtlik məktubu haqqında nə düşünürsünüz? Sizə görə illərlə tökdüyünüz alın tərinə verilən bu qiymət ədalətlidirmi? Cavabınızı rəylərdə gözləyirəm.